Mənim hüduda bir çox deyil, 5-10 dənə bafəndən vardı. Müdiriyyətçi biz bulanın mən özüm için o bulanın təşkil oxutduyam. Bir o budur ki, muzdu veyiq, deyir, məsələn, bu muzdu veyiq, bu qalının əndazəsən, bu muzdu veyiq, sən toxuyarsan, təhvil versən. Bir o da bucuydu ki, şirkət toxutduyuq. Həftə bə həftə bir dəst muz veyiq, bir dənə bir geralda adımız əvvəldə yazdıyıq ki, bir belə hər ayda bir belə məbləğ verəcəyik bunu. O məbləği pəncişənbədən pəncişənbəyə veyiq, toxuduğunun qədər. Axırda ki, fərş çıxdı, fərşi satarıq, mən o qoyduğum sərmayəni götürüyəm, bəhrəni vəsətdən bölürük bafəndiylə. Bir də bu şəraitdə toxutduyuq. Onu bilməyəm, yox, axırına qiymətliyə satılıb. Mən çox fərş toxumuşam. Zəyçərəkdən tut ki, ta Böyüdaltıya kimi də toxumuşam da, toxutduymuşam da. Amma bilməyik ki, axırda haya gedib satıb, boyasından xəbərimiz yoxdur. Xeyr, mən əslən bir dənə də məsrəf qınanliyə satmamışam. Yine hamısını taziyyə dəllallı əli ilə satmış, albiçiliyədir. Mən məsrəf qınanliyə satmamışam əslən. Teydadı ki, fərş toxumuşuq və toxutduymuşuq, saya gəlməz. Duyum mən indi neçə dənə desəm, təxvifi deyəm, nəzərən deyəm, deyə bilirəm 1000 dənə, 1500 dənə, şayət də çox. Ta toxuduğum və toxutduyduğum. Sağ yoxdur. Sən hesab elə bir adam 50 il, 55 il, ildə heç olmasa bir neçə dənə, mənim bir zaman maddə 50-60 dənə, bafəndən maddə ayda heç olmasa 10 dənə, 15 dənə fərşələrim cəhətiyər sataydım. Bu paşazdı elə mən. Və elə bu, çünki bizim şoğlumuzun da bir şəraiti vardı, birdən görsən tənəzzülü zadı olur. Birdən görsən adam bir müddət qazanıb, birdən bir tənəzzül gələndə, indi eləm bu bazaydı. Məsalihimiz qalxıb bu qiymətə, fərşimiz pula getmiş. Zərəldir da, çoxlu zərəl də qoymuşuq. Bunları qəbul edək, qazanmışıq da zərəl də qoymuşuq. Bəli, mən o sayım demək olmaz, çox toxutduymuşam, çox toxumuşam. Mənim özümün qarqahım olaydı, məsələn, Mükalabatda, Əmzabda, göyərdim 30-40 dənə şahidim olaydı. Toxutduymuşam. Çünki şoğlum bu da əvvəldən də, uşaqlıqda elə bu işlədi. Saxlamaq ki, olmaydı. Çünki toğul etdiyi gəl bir tərəfdən sataq, əlimizə pul gələ toxutduya bilək. Eləyə bilməmişik saxlayaq. Əlbəttə eləyə bilərdik, bu fikir eləməmişik. Böyüyün saxlamazdı, xıydasını saxlaya bilərdik. Bu fikir əsən eləməmişdik. Eləsəydi, indi eləməsən, əvvəldən hər il mən bir dənə fərş saxlasaydım, indi mənim 50 payça fərşim var idi. Saxlaya da bilərdik, böyüyün saxlayamasaydı, xıydasını saxlaya bilərdik. Bəni bu fikir eləməmişim dərslə. Mənim indilən varmı 5-6 dənə ki satmayam, elə o nəzəyəcəyə satmayam. Feyli halətdə məsələn satdım, çünki ucuzdur. Ehtimalı var, bəli, ayında da fərş inşallah yaxşı olur. Çünki məsalih çox bahalaşıb, fərş o surətdəki üstünə getməyib. Təəssüfanə, çünki məsalih ərzlə gəlib, dolarla gəlib məmləkətimizə, dolar ki, qalxanda bu məsalih bahalaşır. Bəli, bizim fərşimiz çox xariciyə gedir, təhrim olanda ki, qabaq bağlanır, tazilə yapayanmır, odur ki, ucuz qalır, qiymətdə bahalanmır. Bəli, bizim də fərşimiz qabaq asılsa, ələn dolarla biz satıyıq da, xariciyə dolar alır. Gətiyə o doları İran puluna təbdil edir, fərşimizin də qiyməti çox gedir yuxarıya. Bu da onu təhrim qoymur. Amma belə məsalehi üçün hər gün xaricədən gəlib biz dolar verirlər, alır. Dolar getdikcə qiymətli olsa, bu da gedir üstə də. Qiymət bahalanır. Bizim neçə növ əbişəmimiz var. Bunların içində yaxçısı şükufədir. Şükufə əbişəm yekdir. Nədən bunlar ki, görürsünüz? Bunlar cinslər şükufədir. Behtərin cinsidirlər. Bunlardan, indi biz gəlib bunlardan məsrəf edəyək və nəxşələrimizi yaxçı edəyək. Yaxçı nəxşələrdən, məsələn, çəhdiyək, yaxçı nəxşələrdən toxutduyaq. Əlhəmdülillah, indi də yaxçı olub, qədimdə. İndi də Məranın öz baftı, öz nəxşələri, öz məsalihi çox yaxşı olubdur, əladılar.
Hətta məsələn bizim Məranın toğlayıcısına güzel ayı şəhərlərin markın vururlar, satırlar. Çünki keyfiyyəti yaxşıdır. Həmin məsalehi, həmin nəqşələri yaxşı olur. Bu məsalehin mövcudunda fəşdəki toxutduyma mən təqribən elə indi 60 sindim var. Mən 6 sindimdən elə fəşd olmuşam. Mədiyəsə getməmişəm. Fəşd sindim. Fəşin hər işin başayım. Boy vıymasın başayım. O zaman pərdaxtı əlimizdə uyaydı. İndi maşın çıxıb. Pərdaxtın özüm vuraydı. Boyun özüm çəkərdim. Özüm deyirəm, həm özüm hüdud, qıyxızda özüm fəşd oxumuşam. Ondan sonra indi feil halətdə ilə toğlidimiz var da, azdan çoxdan varımız, toxutduyuq. Siz də ki, zəhmət çəlsiz gəlsiz, bu film götürürsünüz, bizim səsimizi, təsvirimizi qoyursunuz quşilərə. Biz razıyıq, əllə uzarmasın. Çoxlu da bizdən elə rizayətdə olur bu görənlər. Deyirlər, vaqəən bu sizin bu quşidə bu təsvirləriniz olmaq, bu söhbətləriniz, bu bafəndələrə bir ruhiyyə verir. İnşallah o gün üzgər ki, bu bafəndələr də bir canasına fəşlərin satalar, bir töyəli bir əllərinə pul gələr, bir xanəvadələr müsüvünləyələr. Vaqəən fəşlər indi çox məzəldələrdir. Ələn behtərin ustadı fəş 300.000 tümən pul alır. Dəhddir. O gün olar ki, inşallah bunlar da bir xoş gün gəlir. Xanəvadələr xoş gün gəlir. Mənim rizayətim var, film bunu təşkil olsun inşallah. Mənim rizayətim var. Allah'ımız var olsun.